dünyada olan bütün Azərbaycanlı aşpazları təbrik edirəm. Ne yaxşı ki bizim aşpazlar var. Bütün dünyanı gezib, gözəl yeməklər, gözəl taamlar və onları təqdim edirlər ki, Azərbaycanın bu cür dəyərli, zəngin mətbəxi var. Uşaqlar, hər birimizə uğurlar arzulayam. Mən vurguladım. Aşpazları təbrik edirəm, gələcək aşpazlara uğurlar arzulayam. Ona görə uşaqlar təbrik edirəm. Var olsunuz. Və bizim çəkdiyimiz, Allah can sağlığı versin, Elxan Ustaya dediyi, yəni insan kövrəli, insanın daxili o qədər yumşaq, həlimdir ki, Fərrosdur dedi ki, yaxşı aşpaz olmaq üçün necə olmaq lazımdır? Əsas insan olmalıyıq. Əsas insan olmalıyıq. Hər kəs insan doğulur, hər kəs adam doğulur. Amma insan olub olmamağı, adam olub olmamağı özü də gələcəyi göstərir. Əsas da özü göstərir onu. Ona görə də əsas yaxşı insan olur ki, mətbəxdə yeni gələn bəzi aşpazlarımız var. Yeni gələn aşpazların köməkçiyə dəstək olsun, kömək olsun. Yox, arxasını çevirib, burada yeməyi hazırlayıb, neyləs eləməsin. Ona görə də hər bir bizə zehin açıqlıdır. Və yenə də deyirəm, ay uşaqlar,